İşçi hovuz məsələləri. 1. Arif 40 testi 30 dəqiqə işləyirsə, o eyni sürətlə 180 testi neçə dəqiqə işləyir? 40 test 30 dəqiqəyə 180 testi deyir. Neçə dəqiqəyə? Yəni x dəqiqəyə. Burada test işdir. Dəqiqə də zamandır. İşlə zaman düz mütənasibdir. Deməli, ona görə də çarpaz vurub hesablayarıq. 40 vur x bərabər 30 vur 180. Bu da bizə verəcək 135 dəqiqə. 135 Y variantına uyğundur. 2. İki traktor gün ərzində 14 sot ərazini şumlayır. 5 traktor gün ərzində neçə sot ərazini şumlayır? 2 traktor 14 sot ərazini şumlayır. 5 traktor deyir neçə sot ərazini şumlayır. Demək, traktor nədir? İşçidir. Sot da işdir. İş işçi ilə düz mütənasibdir. Ona görə çarpaz vurulacaq. 2 vur x bərabərdir 14 vur 5. Bu da bizə verər. İxtisar aparsaq 7 dəfə. 7 vur 5. Bu da bizə 35 verir. Deməli 35 sot ərazini şumlayır. Bu da D variantına uyğundur. 3. 4 krant hovuzu 30 dəqiqəyə doldurursa, 6 yeni krant bu hovuzu neçə dəqiqəyə doldurar? Deməli, 4 krant 90 dəqiqəyə doldurursa, 6 eyni krant bu hovuzu neçə dəqiqəyə doldurar? 6 krant deyir, neçə dəqiqəyə doldurar? Burada işçidir, bu da zamandır. İşçi ilə zaman tərs mütənasibdir. Ona görə də düzünə hesablayarıq, düzünə vurarıq. Yəni 4'ü vururuq 90'a bərabərdir, 6'nı da vururuq x-ə. Burada da ixtisarlarımızı aparsaq 96'ya bölünür 15 dəfə. X bərabərdir 15'də 4'ə vuranda 60. Deməli 60 dəqiqəyə dolduracaq. Bu da bizdə D variantına uyğundur. Sonra 4. Gündə 6 saat işləyən işçi işi 8 günə bitirir. Əgər o gündə 4 saat işləyərsə, bu işi neçə günə bitirəcək? 6 saat işləyən işçi işi 8 günə bitirir. Əgər 4 saat işləyərsə, işi neçə günə? X günə. Burada saat da zamandır, gün də zamandır. Zamanla zaman tərs mütənasibdir. Ona görə də düzünə vurarıq. 6 vur 8 bərabər 4 vur x. Burada x bərabərdir 4 ilə 8 ixtisar getsək, 2 vur 6 12 olacaq. Deməli 12 günə bu iş yerinə yetiriləcək. A variantına uyğundur. Sonra 5. Murad bir işin 4'də 3'ünü 9 gündə qurtarır. Murad 6 gündə eyni işin hansı hissəsini qurtarar? İşin deyir 4'də 3'ünü 9 günə 6 gündə eyni işin hansı hissəsini? X hissəsi. Deməli bu zamandır. Bu da işdir. İşlə zaman düz mütənasibdir. Ona görə də çarpaz vurulacaq. X vur 9, yəni 9 vur x bərabər 6 vur 4'də 3. Deməli x bərabərdir 3 ilə 9 ixtisar gedər 3 dəfə. 3 ilə də 6 ixtisar gedər 2 dəfə. Olacaq 4'də 2. Yəni 2'də 1. Bu da olacaq 2'də 1. C variantına uyğundur.
6. Boru hovuzun yarısını 6 saate doldurur. Boru 4 saate hovuzun hansı hissəsini doldurar? Hovuzun yarısı yani 2. 2'de 1 hissəsini doldurur 6 saate. 4 saate deyir hansı hissəsini, x hissəsini doldurar. Burada zaman da işdir. İşlə zaman düz mütənasibi çarpaz vurulacaq. Olacak x vur 6 beraberdir 4 vur 2'de 1. İxtisarlarımızı aparsaq 2 dəfə 2 ilə də 6 ixtisar gedəcək 3 dəfə. Olacaq nə? 3'də 1. 3'də 1 A variantına uyğundur. 3'də 1 hissəsini doldurar. 7. Eyni güce mali 2 nasos boş havuzu 4 saate doldurur. Nasoslardan biri bu havuzu neçə saate doldurar? Eyni güce mali 2 nasos. 2 adet nasosdur. 2 nasos boş havuzu 4 saate doldurur. Nasoslardan biri bu havuzu neçə saate doldurar? Bir nasos biri neçə saate? X saate doldurur. Bu zamandır. Bu da işçi sayılır da. İşçi. İşçi ile zaman ters mütenasiptir. Ona göre düzüne vurulacak. 1 vur x beraberdir 2 vur 4. X beraberdir 8. Deməli 8 saate bu havuzu doldurar. Bu da bize B variantına uyğundur. 8. Eyni güce malik 25 işçinin 25 güne göre bildirdiği bir işi 125 işçi neçə güne yerine getirir? Eyni güce malik olan 25 işçi 25 nəfərdir. Bu işçidir. 25 güne bitirdiği bir işi 125 işçi neçə güne yerine getirir? Bu işçidir. Bu da zamandır. Zamanla işçi ters mütenasibidir. Ona göre düzüne vurulacak. Olar. X vur 125 beraberdir 25 vur 25. İxtisarlarımızı aparsaq 5 dəfə 5 dəfə də 25 ixtisar gedir. Yenə 5 dəfə. Olar x beraberdir 5. Deməli 5 güne yerine getirir. Bu da bize B variantına uyğundur. Sonra 9. Murad məqaləni 8 günə yazıb qurtarır. O 6 günə məqalənin hansı hissəsini yazar? Bir məqalədir. Onu 8 günə qurtarır. O deyir 6 günə hansı hissəsini qurtarır? X hissəsini. Deməli bu zamandır. Bu da işdir. İşlə zaman düz mütənasibdir. Ona göre çarpaz vurulacak. Olar 8 vur x beraberdir 1 vur 6. Bu da bize verir 8'de 6 2'ye ixtisar etsək 4'də 3 hissəsi. Deməli olacaq neçə? 4'də 3 hissəsi C variantı. Sonra 10'da işçi bir işi günde 5 saat işleyerek 12 günde yerine getirir. Eyni işi 10 günde bitirmek için günde neçə saat işləməlidir? İşçi bir işi 5 saate işləyir. 12 güne bir yerine getirir. Eyni işi 10 günde neçə saata işləməlidir? Deməli bu zamandır. Bu da zamandır. Zamanla zaman ters mütenasibdir. Ona göre düzüne vurulacak. Olar x vur 10 beraberdir 5 vur 12. Bu da bize vereceği x beraberdir. İxtisar etse 2 dəfə 2 ilə də 12 6 dəfə.
Olacaq 6. 6 saata. Bu da bizdə Y variantına uyğundur. 11. Tahir bir işin 9'da 2'sini 12 saate yerine getirdiğine göre o bu işin yarısını neçə saate yerine getirir? Bir işin 9'da 2'sini 12 saate yerine getirip bu işin yarısını yani 2'də 1'ini neçə saate yerine getirir? Bu zamandır. Bu da işdir. İşlə zaman düz mütənasibdir. Yəni çarpaz vurulacaq. Olacaq nə? X vur 9'da 2 bərabərdir. 2'də 1 vur 12. 12 ilə 2'də 1 xıça gedir 6 dəfə. X bərabərdir. 6 bölünsün 9'da 2. Yəni vurulsun 2'də 9. Bu da bizə verər. Xıça getsə 3 dəfə 3 vur 9 27. Deməli 27 saata yerinə yetirər. A variantına uyğundur 11'də. 12. Eyni güclü 5 krant bir hovuzu 20 saata doldurursa bu krantın 4'ü bu hovuzu neçə saata doldurar? Deməli 12. 5 krant bir hovuzu deyir 20 saata. 4'ü isə 4 krant yəni neçə saata doldurar? X saat. Burada krant nədir? İşçidir. Saat da zamandır. İşçi ilə zaman tərs mütənasibdir. Ona görə tərs mütənasibdir. Ona görə düzünə vurulacaq. Olacaq 4 vur X bərabərdir 5 vur 20. İxtisarlarımızı aparsaq 4 25 dəfə 5'də 5'ə vursa 25. 12'də 25 C variantına uyğundur. Deməli 25 saata doldurar. 13. 12 stolu 8 işçi 10 saatte təmir edərsə, 30 stolu 25 işçi neçə saata təmir edər? Deməli, 12 stoldur, 8 işçidir, 10 saata. 30 stolu deyir, 25 işçi neçə saata, yəni x saata axtarırıq, təmir edər. Burada nə edirik? Əvvəl 2-2 baxırıq. 2-2 baxırıq, yəni əvvəl bu hissəyə baxırıq. Stolla işçi. Deməli, stol nədir? İşdir. Bu da işçidir. İşlə işçi düz mütənasibdir. Ümumiyyətlə, işlə hər bir kəmiyyət düz mütənasibdir. Deməli, işlə işçi düzdürsə, çarpaz vurulacaq. Sonra indi bu hissəyə baxırıq. İşçi ilə zamana baxırıq. İşçi ilə zaman tərs mütənasibdir. Ona görə düzünə vurulacaq. Deməli, oxlarla gedirik. 30 vur 8 vur 10 bərabərdir. 12 vur 25 vur x. 12 vur 25 vur x. İxtisarlarımızı aparsaq. Deməli, 10 ilə 25 5 dəfə, 2 dəfə, 12 ilə də 2, 6 dəfə, 6-nı da 5'ə vuranda 30 edir. 30 da gedəcək. X qalır 8. Deməli, 8 saata təmir edər. 13'də 8 saat A variantına uyğundur. 14. 20 fəhlə 250 kilometr asfaltı 8 günə çəkib qurtarır. 16 fəhlə 400 kilometr yolu neçə günə çəkib qurtarır? 20 fəhlədir. 250 kilometr asfaltı deyir 8 günə çəkib qurtarır. 16 fəhlə 400 kilometri neçə günə çəkib qurtarır? X günə. Gün nədir? Zamandır. Kilometr nədir? İşdir. Fəhlə də işçidir. Nə edirik? Əvvəl 2-2 baxırıq. İşçi ilə işə baxırıq. Onlar arasında münasibət necədir? İş, işçi ilə düz mütənasibdir. Deməli, çarpaz vurulacaq.
İndi baxırıq işçi ilə zamana. İşçi ilə zaman da düz mütənasib. Yəni işçi hər bir kəmiyyətlə düz mütənasibdir. Bunları da çarpaz vurmalıyıq. Bunları da qeyd edirik və ox işarəsi istiqamətində vururuq. Hasili tapırıq. 20 vur 400 vurulsun 8 bərabərdir. 16 vur 250 vur x. 16 vur 250 vur x. Buradan da ixtisarlarımızı aparaq. Olacaq x bərabərdir. 400 ilə 250-ni ixtisar etsək, 50-yə 5 dəfə, 50-yə 8 dəfə. Deməli, bu 8 ilə 16 ixtisar gedər 2 dəfə. 2 vur 5, 10 eləyir. O da 20 ilə ixtisar gedər 2 dəfə. Qalır 2 vur 8. Bu da bizə 16 verir. 16 cavabımız Y variantına uyğundur. Kəmiyyətlər arasında münasibəti tapıb, məsələni rahatlıqla həll etmək olar. 15. 20 işçi bir işi gündə 4 saat işləyərək 6 gündə yerinə yetirir. Eyni gücdəki 12 işçi gündə 10 saatda işləyərək eyni işi neçə günə yerinə yetirir? Deməli, 20 işçidir. Verilənləri yazırıq. İşçi. Bir gündə deyir 4 saata. 4 saat. İşləyərək 6 gündə yerinə yetirir. 6 da gündür. Eyni gücdəki 12 işçi deyir. Gündə 10 saata eyni işi neçə gündə yerinə yetirir? Bu da gün axtarırıq. İşçi də elə işçidir. Saat zamandır. Gün də zamandır. 2-2 baxırıq. İşçi ilə zaman tərs mütənasibdir. Ona görə düzünə vurulacaq. Zamanla zaman da tərs mütənasibdir. Ona görə düzünə vurulacaq. Yəni ox istiqamətində 20 vur 4 vur 6. 20 vur 4 vur 6 bərabərdir. 12 vur 10 vur x. 12 vur 10 vur x. Deməli, burada 6 ilə 12 ixtisar gedər 2 dəfə. 10 ilə 20 də ixtisar gedər 2 dəfə. Onlar x bərabərdir. Bu 2 ilə bu 2 də ixtisar gedəcək. Qalacaq ancaq 4. X bərabərdir 4, 15-də C variantına uyğundur. 16. Rəhim hər gün 8 saat işləyərək işin 1/4-ni 6 gündə qurtarır. Sonra gündə 9 saat işləyərək qalan işi neçə günə qurtarır? Verilənləri qeyd edirik. Deməli, 8 saat işləyərək işin 1/4 hissəsini 6 gündə qurtarır. Sonra gündə 9 saatda işləyir. Qalan iş nədir? Tam iş 1-dir. 4/1 hissəsini görüb nə qədər qalıb? 4/1 hissəsini görüb 4/3 hissəsi qalıb. Demək, qalan 4/3 hissəsi neçə günə? X günə onu axtarırıq. İndi saat zamandır. Bunları qeyd eləyək. Bu da işin işdir. Bu da gün yenə zamandır. Nə edirik? Burada zamanla iş düz mütənasibdir. İşlə zaman düz mütənasib. Deməli, düz mütənasibdirsə çarpaz vurulacaq. Onda bu çarpaz vurulacaq. Yəni ox istiqamətində vururuq. 8 vur 4/3 olur. 8 vur 4/3 vur 6 bərabərdir. 9 vur 4/1 vur x. 9 vur 4/1 vur x. Deməli, hər iki tərəfdən 4/1-lər gedəcək. 3 ilə 9 ixtisar gedir 3 dəfə. X bərabər olur. Deməli, 3 ilə də 6 ixtisar gedəcək 2 dəfə. Qalır 2 vur 8. 2 vur 8, bu da 16 olacaq. Deməli, 16-cı çalışmada 16. C variantına uyğundur. Sonra 17. 17. 4 krant hovuzun yarısını 6 saata doldurursa, 3 belə krant hovuzun tamamını neçə saata doldurar? Demək, 4 krant hovuzun yarısını, yəni 2/1-ni, 2/1 hissəsini 6 saata
doldurursa 3 belə krant hovuzun tamamını, yəni tam nədir? 1. Tamamını neçə saata? X saata doldurar. Krant nədir? İşçidir. Hissə nədir? İşdir. Saat da zamandır. İndi 2 götürüb aralarındakı münasibətə baxırıq. İşçi ilə iş düz mütənasibdir. Çarpaz vurulacaq. İşçi ilə zaman da düz mütənasibdir. Yəni çarpaz vurulacaq. İndi ox istiqamətində vururuq. 4 vur 1 vur 6. 4 vur 1 vur 6 bərabərdir. 3 vur 2-də 1 vur x. 3 vur 2-də 1 vur x. Deməli, ixtisarlarımızı aparsaq 3 ilə 6 ixtisar gedir 2 dəfə. X bərabər olacaq. 2-də 1 burada qalır. 4 vur 2 vur 2. Bu 2-də 1 də oraya gedəndə 2'ye vurma olur. 4 vur 4 16. Deməli 17'də də 16 saata dolduracaq. C variantına uyğundur. 18. 10 meymun bir həftə 200 kilogram banan yeyirsə, 28 meymun 5 günə neçə kilogram banan yeyər? 18. 10 meymun deyir. Bir həftəyə 200 kilogram banan yeyir. 28 meymun 5 günə. Bir həftə, həftəni günə çevirsək 7 gün. 7 günə deyir 200 kilogram yeyir. 5 günə nə qədər olar? Onu axtarır. X qədər. X kilogram. Deməli, meymun burada nədir? İşçidir. Gün də zamandır. Bu da işdir. Deməli, işçi ilə zaman arasında münasibət tərs mütənasibdir. Ona görə düzünə vuracaq. Zamanla işçi düz mütənasibdir. Çarpaz vurulacaq. Deməli, burada nə edirik? 10 vur 7. 7 vur x. Bərabərdir. 28 vur 5 vur 200. 28 vur 5 vur 200. Deməli, ixtisar aparsaq 7 ilə 28 4 dəfə. 10 ilə də 220 dəfə. Olacaq x bərabər 4 vur 5 vur 20. Bu da bizə verəcək 400. 400. Bu da 18'də C variantına uyğundur. Sonra 19. 50 toyuq 5 günə 254 yumurta verirsə, 30 belə toyuq 5 günə neçə yumurta verər? Deməli, 50 toyuq 3 günə 254 yumurta verir. 30 belə toyuq 5 günə neçə yumurta verər? X yumurta. Toyuq nədir? İşçi sayılır. Bu da zamandır, gün. Yumurta da işdir. İşçi ilə zaman tərs mütənasibdir. Düzünə vurulacaq. Zamanla iş düz mütənasibdir. İş ümumiyyətlə bütün kəmiyyətlə düz mütənasibdir. Deməli, ox istiqamətində gedirik. 50 vur 3 vur x. 50 vur 3 vur x bərabərdir. 30 vur 5 vur 254. 30 vur 5 vur 254. İxtisarlarımızı aparsaq. Deməli, 10'a bölsək 30'da sonra 5 qalır. 5'ləri də bölsək 3 ilə 3'də gedəcək. X qalacaq 254. 254 olacaq. Demək 254 yumurta verər. Bu da C variantına uyğundur. 20. Eyni gücdəki A nəfər işçi gündə 8 saat işləyərək işi 9 gündə təhvil verirlər. İşçi sayını A nəfər artırsaq gündə
6 saat işləyərək bu işi neçə gündə qurtararlar? Deməli, eyni gücdəki A nəfər, yəni A qədər işçi. A nəfər işçi gündə 8 saat işləyərək 9 gün təhvil verilir. İşçi sayını A nəfər artırsaq, yəni A üstəgəl A olur 2A. Gündə 6 saat işləyərək bu işi neçə gün qurtararlar? X gün. Deməli, nəfər nədir? A nəfər işçidir. 8 saat zamandır. 9 gündə zamandır. Deməli, işçi ilə zaman arasındakı münasibət tərs mütənasibdir. Deməli, zamanla zaman da tərs mütənasibdir. Ox istiqamətində yazırıq. A vur 8, A vur 8, vur 9 bərabərdir. 2A vur 6, vur X. Deməli, A'lar ixtisar gedəcək. 2 ilə 8 ixtisar gedir 4 dəfə. 9 ilə də 6 ixtisar gedir 2 dəfə. 3 dəfə. Bu 2 ilə də 4 gedəcək 2 dəfə. Qalacaq X bərabərdir. 2 vur 3. Bu da edir 6. Deməli, 6 günə qurtararlar. Bu da A variantına uyğundur. 21. 6 fəhlə 6 saata 12 metr yeri qazır. 36 metr yeri neçə fəhlə 18 saata qazır. 6 fəhlə 6 saat 12 metr yeri qazır. 36 metr yeri neçə fəhlə 18 saata qazır. 18 saat X qədər fəhlə. Fəhlə işçidir. Saat zaman kilometrdə işdir. İşçi ilə zaman tərs mütənasibdir. Zamanla işçi düz mütənasibdir. Bunu çarpaz vurarıq. Deməli, 6 vur 6 vur 36 bərabərdir. X vur 18 vur 12. Deməli, ixtisarlarımızı aparsaq 6 ilə 18 ixtisar gedər 3 dəfə. 6 ilə 12 ixtisar gedər 2 dəfə. X də bərabərdir 3 vur 2 6. Həmin bu 6 ilə də 36 ixtisar gedər 6 dəfə. X də olur 6. Deməli, neçə fəhlə? 6 fəhlə tapdıq. A variantına uyğundur. 22. 5 fəhlə 8 saata 10 ton yük boşaldır. 24 ton yükü neçə fəhlə 16 saata boşaldır. 5 fəhlə deyir 8 saata 10 ton yükü boşaldır. 8 saata 10 ton yük. 24 ton yükü neçə fəhlə X qədər fəhlə 16 saata boşaldır. Deməli, burada fəhlə işçidir. Saat, zaman, ton da işdir. Deməli, işçi ilə zaman tərs mütənasibdir. Zamanla iş də düz mütənasibdir. Deməli, ox istiqamətində vururuq. 5 vur 8 vur 24. 5 vur 8 vur 24 bərabərdir. X vur 16 vur 1 və 10. X vur 16 vur 10. Deməli, 5 ilə 10 ixtisar gedəcək 2 dəfə. 16 ilə də 8 ixtisar gedəcək 2 dəfə. Demək, bu 2 ilə bu 2 vuranda 4. 24 ilə də ixtisar gedəcək. Bu ikilərin hasili 4 edir 6 dəfə. Demək, X bərabər olur 6. 22-də oldu 6 fəhlə. D variantına uyğundur. 23. 6 traktor tarlanın 2də 1 hissəsini 10 saata şumlayır. 12 belə traktor tarlanın 5də 1 hissəsini neçə saata şumlayır?
6 traktor 2'də 1 hissəni 10 saata 12 belə traktor 12 traktor tarlanın 5'də 1 hissəsini neçə saat x qədər. Traktor nədir? İşçi. Hissə işdir. Saat da zaman. İşlə işçi düz mütənasibdir. Çarpaz vurulacaq. İşlə zaman da düz mütənasibdir. Bu da çarpaz vurulacaq. Olacaq nə? 6 vur 5'də 1 vur 10. 6 vur 5'də 1 vur 10 bərabərdir. 12 vur 2'də 1 vur x. 12 vur 2'də 1 vur x. 12 ilə 2 6 dəfə. 5 ilə 10 2 dəfə. Bu 6 ilə də 6 ixtisar gedəcək, qaldı 2. X bərabərdir 2 saata. Deməli B variantına uyğundur. 24. 20 kombayn taxıl sahəsinin 3'də 2 hissəsini 4 saata biçirsə, 15 kombayn bu sahanın yarısını neçə saata biçər? 20 kombayndır. 5'də 2, 3'də 2 hissəsini 4 saata 15 kombayn bu sahanın yarısını, yəni yarısına da 2'də 1 hissəsi neçə saat? X saata. Kombayn nədir? İşçidir. Hissə işdir. Saat da gündür. Zaman da, saat da zamandır. Deməli, işçi ilə iş düz mütənasibli çarpaz vurulacaq. İşlə zaman da düz mütənasibli yenə çarpaz vurulacaq. Deməli, olur 20 vur 2'də 1 vur 4. 20 vur 2'də 1 vur 4 bərabərdir. 15 vur 3'də 2 vur x. 15 vur 3'də 2 vur x. 15 ilə 3 x-ar gedir 5 dəfə. Deməli 4 ilə də 2 2 dəfə. Deməli x bərabər olur 5 ilə də 20 ixtisar gedir 4 dəfə. 4 vur 2'yə. Bu 2 ilə də bu 2 ixtisar gedir, qalır 4 ancaq. X bərabər 4. 24'də oldu 4 saata. C variantına uyğundur. 25. 12 işçinin gündə 2 saat işləyərək 20 gündə gördüyü işi 16 işçi gündə 10 saat işləyərək neçə gündə bitirər? 12 işçi 2 saat işləyərək 20 gün 16 işçi 10 saat işləyərək neçə gündə bitirər? İşçi ve işçidir. Saat zamandır. Gün də zamandır. Deməli, işçi ilə zaman tərs mütənasib. Zamanla zaman da tərs mütənasib. Bunlar düzünə vurulacaq. Olur 12 vur 2 vur 20 bərabərdir. 16 vur 10 vur x. Burada da ixtisarlarımızı aparsa x'i 3 almış olaraq. Deməli x olacaq C variantı. 26. Vahid işi 50 günə qurtara bilir. O işləmə sürətini 25% artırarsa, işi neçə günə qurtarar? Tam 100% işi 50 günə yerinə yetirir. 25% artırırlarsa, yəni 100 üstə gəlir 25, 125 olarsa, işi neçə günə, x günə yerinə yetirir. Burası sürətlə zaman tərs mütənasibdir. Ona görə olacaq x vur 125 bərabərdir 100 vur 50. 125 100 ilə 25'e ixtisar olsa 4 dəfə, 5 dəfə, 5 də 50'ye 10 dəfə. Olar x bərabərdir 4 vur 10 bərabər 40. Y variantı olacaq. 26'da Y variantı. 27. Bir krant boş havuzu 16 saata doldurur. Krantdan axan suyun həcmi 50% azaldılsa, hovuz neçə saatda dolar? Boş hovuz 100%'dir. 16 saata doldurulur.
Suyun həcmi 50% azaldılsa, yəni 100-dən 50 çıxsaq, 50 olsa, hovuz neçə saata dolar? Yenə x bərabərdir 50 vur x bərabər olar 100 vur 16. 50 ilə 100 ixtisar gedər 2 dəfə. 2 vur 16 x bərabərdir 32 olar. 32 saata, yəni B variantına uyğundur. 28. Bir briqada işi 6 gündə bitirir. Briqadakı işçilərin sayı 75% azaldılsa, günlük işləmə vaxtı 60% artırılsa, eyni iş neçə gündə bitər? 6 gün tam 6 gün 75% azaldılsa, 100-dən 75 çıxsa 25 olacaq. X gün. Buradan x'i tapsaq, bu işçi sayıdır, işçidir. Bu da gündür, zamandır. Tərs mütənasib olduğu üçün 25 vur x bərabər olar 100 vur 6. Deməli 4-ə ixtisar gedər 25 ilə, 4 vur 6 x bərabər 24 olacaq. Deməli sonra günlük işləmə vaxtı 60% artırılsa, günlük işləmə vaxtı deməli 24 saat tamdırsa, 24 60 artırılsa olacaq 160'a nə qədər? Burada da 160 vur x bərabər 24 vur 100. İxtisar aparsaq, 10'a bölsək. Sonra 16'nı 24'ü 8'e bölsək 2 dəfə. 2 də 10'a 5 dəfə. X olacaq 3 vur 5 15 günə bitər. Deməli 28'də də A variantı uyğundur 15. Sonra 29'da bir krant boş hovuzu 20 saatdə doldurur. Krantdan axan suyun həcmi 20% azaldılsa, hovuz neçə saatdə dolar? Bir krant boş hovuzu 20 saata doldurur. 100% 20 saata doldurur. Krantdan axan suyun həcmi 20% azaldılsa, yəni 100-dən 20 çıxsa 80% olsa, neçə saata dolar? Deməli 80 vur x bərabərdir 100 vur 20. Bunu da ixtisar etsək, x bərabərdir 25 alınacaq. Bu da bizdə Y variantına uyğundur. 29'da Y variantı. Sonra 30'a baxaq. Usta 3 gündə 2 taxta, şagirdi isə 6 gündə 5 taxta rəngləyə bilir. İkisi birlikdə 54 taxtanı neçə günə rəngləyər? Deməli, burada usta ilə şagird üçün günlərin ortaq ədəd tapmalıyıq. Yəni 6'dır. 3 ilə 6 üçün ortaq ədəd 6'dır. Deməli, usta 3 günə 2 taxta hazırlayıbsa, görək 6 günə neçə taxta hazırlayır? Gün zamandır, taxta da işdir. İşlə zaman düz mütənasibdir. Çarpaz vuracağıq. Olacaq 3 vur x bərabərdir 6 vur 2. 6 ilə 2 ixtisar gedər. 6 ilə 3 ixtisar gedər 2 dəfə. X də bərabər 2 vur 2 4 olacaq. Deməli, usta 6 günə 4 taxta rəngləyər. İndi ustanın 4 taxta, şagirdi isə deyir 6 günə 5 taxta. Deməli, bir yerdə 6 gündə 9 taxta rəngləyəcəklər. Buradan da 6 günə 9 taxta rəngləyəcəklərsə, 54 taxtanı neçə günə rəngləyəcəklər? Bu zamandır, bu da işdir. Düz mütənasibdir, çarpaz vurarıq. Olar 9 vur x bərabərdir 54 vur 6.
54 9'u 6 dəfə. X bərabər 6 vur 6, 36 günə tapmış olduq. Bu da C variantına uyğundur. 30'da C variantı. Sonra 31. 6 heyvan yemi 20 günə yeyirsə, 8 heyvan həmin yemi neçə günə yeyər? 6 heyvan 20 günə yeyirsə, 8 heyvan neçə günə yeyər? X günə. Bu da heyvan işçidir. İşçi kimi 20 günə də zamandır. Bunlar da tərs mütənasibdir. Yəni düzünə vurulacaq. 8 vur X bərabər 6 vur 20. Buradan da X'i tapsaq 120 böl 8. Bu da bizə 15 verəcək. C variantı 15 31'də. 32'də. Bir usta 4 gündə 5 qapı, şagird isə 8 gündə 3 qapı hazırlaya bilir. Bu şərtlə 39 qapını usta və şagird birlikdə neçə günə hazırlayar? Deməli, bu da 30-cu məsələ kimi. Günlər üçün ortaq ədə tapırıq. Usta 4 gün, şagird 8. Ortaq 8'dir. Deməli, burada usta 4 günə 5 qapı hazırlayır və 8 günə neçə qapı hazırlayır? Onu tapmalıyıq. Buradan da X bərabərdir 8 vur 5 böl 4. Burada ixtisar aparsaq X bərabər 10 qapı tapmış olarıq. Demək, usta 8 günə 10 qapı hazırlayıb. Şagird də 8 günə 3 qapı hazırlayıb. Demək, hər ikisi 8 günə, hər ikisi 10 üstə gəl 3. Yəni 13 qapı hazırlayıblar. Onda 39 qapını usta ilə şagird birlikdə neçə günə hazırlayır? 39 qapını X günə, 13 qapını da 8 günə hazırlamışdılar. Buradan X bərabərdir 8 vur 39 böl 13. 39 ilə 13 ixtisar gedəcək 3 dəfə. X bərabər 8 vur 3 24 almış olarıq. Bu da bizdə C variantına uyğundur. 32'də C. Əhməd 5 gündə 9 kvadrat metr yeri, Rasim isə 4 gündə 7 kvadrat metr yeri belləyə bilir. İkisi birlikdə 142 kvadrat metr yeri neçə gündə belləyə bilər? Demək, əvvəl 5 ilə 4 üçün ortaq ədəd tapmalıyıq ki, Əhməd və Rasim ikisi birlikdə həmin bu 20 gündə neçə kvadrat metr yeri belləyəcək. Demək, Əhməd üçün tapırıq, Əhməd üçün. Deyir, 5 gündə 9 kvadrat metr yeri belləyir. İndi 20 gündə neçə kvadrat metr yeri belləyəcək? Gün zamandır. Bu yer də işdir. İşlə zaman düz mütənasib. Buna görə çarpaz vurulacaq. Bunlar 5 vur X bərabər 20 vur 9. 20 ilə 5 ixtisar gedir 4 dəfə. X də bərabər 4 vur 9, 36 olacaq. Deməli, Əhməd 20 gündə 36 kvadrat metr yeri belləyir. İndi biz tapmalıyıq. Rasim üçün 20 gündə, Rasim üçün 20 gündə nə qədər yeri şumlayacaq bilmirik. Verilən isə nədir? 4 gündə 7 kvadrat metr yeri belləyib. Yenə çarpaz vuracaq. 4 vur X bərabər 20 vur 7. X tapmaq üçün deməli ixtisar aparsaq 5 dəfə 35. Deməli, Rasim də 20 gün 35 kvadrat metr yeri şumlayıb. Əhməd də 36 kvadrat metr. İkisi birlikdə 20 gündə nə qədər olar? 35 üstə gəl 36 bərabər 6. 71. 71 kvadrat metr yeri şumlayıblar. 20 gündə ikisi birlikdə 71 kvadrat metr yeri şumlayıblarsa, deyir 142
kvadrat metr yeri neçə günə şumlar ikisi birlikdə. Yenə işlə zaman düz mütənasibdir. Ona göre olacak x vur 71 beraber 142 vur 20. Burada ixtisarlarımızı aparsa 2 dəfə 2 vur 20 tapacağıq 40. Deməli ikisi birlikdə 40 günə 142 kvadrat metr yeri belləyəcəklər. 40 gün C variantına uyğundur. Sonra 37. Usta 4 gündə 3 cüt ayaqqabı, şagird isə 5 gündə 1 cüt ayaqqabı hazırlayır. İkisi birlikdə işləyərsə 76 cüt ayaqqabını neçə gündə hazırlayır? Burada da usta və şagird üçün günlərin ortaq ədədini tapırıq. Usta 4 günə, şagird isə 5 günə. 4 ilə 5 yenə 20. Şimdi tapmalıyıq. Usta üçün 20 günə neçə cüt ayaqqabı hazırlayar? Usta verib ki 4 günə 3 cüt ayaqqabı hazırlayıb. Gün nədir? Zamandır. Bu da işdir. Yenə düz mütənasibdir. 4 vur x bərabər 20 vur 3. X bərabərdir 15 olacaq. Deməli usta bu usta üçün 20 günə 15 cüt ayaqqabı hazırlayır. İndi sapmalıyıq şagird üçün 20 gündə hazırladığı ayaqqabıların sayını. Deməli şagird üçün verib 5 günə 1 cüt. İndi 20 günə neçə cüt olacaq? Yenə çarpaz vursaq olar 5 vur x bərabər 20 vur 1. 20 vur 1. X də bərabərdir 4. Deməli şagird 4 günə 4 cüt ayaqqabı, usta isə 15 cüt ayaqqabını 20 günə ikisi birlikdə hazırlayıb. Deməli ikisi birlikdə olan nə? 15 isə 4 19. İndi biz tapdıq 20 günə 19 cüt ayaqqabı hazırlayıblar. İndi bizdən soruşur 76 cüt ayaqqabını neçə günə hazırlayırlar? İkisi birlikdə. Burada da çarpaz vursaq 19 vur x bərabər 20 vur 76. 76 ilə 19 x-lər gedir 4 dəfə. X də bərabər 20 vur 4. X də bərabər 80 olacaq. Deməli 80 günə hazırlayacaqlar. İkisi birlikdə C variantına uyğundur. 38. Müəyyən işi 4 usta 9 günə, 8 şagird isə 21 günə yerinə yetirir. 3 usta və 7 şagird birlikdə bu işi neçə günə yerinə yetirərlər? 38-ə baxırıq. 4 usta deyir 9 günə. Deyir 3 usta neçə günə yerinə yetirərlər? X-i tapmaq üçün usta işçidir. Gün də zamandır. İşçi ilə zaman tərs mütənasibdir. Ona görə qarşı qarşıya vurarıq. Olar 3 vur x bərabər 4 vur 9. X də bərabərdir 4 vur 3. 3-dən 9 x-lər gedir. Bu da olur 12. İndi isə tapırıq. 8 şagird deyir 21 günə işi yerinə yetirir. 7 şagird neçə günə yerinə yetirir? Burada da qarşı qarşıya vururuq. 7 vur x bərabərdir 8 vur 21. 7 ilə 21 x-ə gedəcək. 3 dəfə x də bərabər 24. Deməli usta üçün tapdıq 12. Şagird üçün tapdıq 24. İndi bu ikisi birlikdə 12 və 24 üçün ortaq ədəd tapmalıyıq. Bu da 24-ü nəzərə edir. Deməli usta 24 günə neçə iş görəcək? 12 bölsə 2. Şagird də 24'ü 24'e böləcək 1. Bu oldu olan gördüyü iş. Cəm də olur 3. İndi buradan 24 tap. 24'ü də bölməli 3'ə. Bu da bizə neçə verər? 8 verəcək. Bu da A variantına uyğundur. Sonra 34'dən 39'dan 10 usta bir işi 2 gündə. 15 şagird 8 gündə yerinə yetirir. 4 usta və 8 şagird birlikdə eyni işi neçə gündə yerinə yetirir?
Burada da verip 10 usta verilenleri yazırıq. 10 usta 2 günə. 4 usta neçə günə yerinə yetirəcək? Deməli, yenə də işçi ilə zaman tərs mütənasibdir. Ona görə düzünə vurarıq. Qarşı-qarşıya vurarıq. 4 vur x bərabər 10 vur 2. X yaparsa 5 alınır. İndi bir şagird üçün verib. 15 şagird 8 günə. Onda şagird neçə günə yerinə yetirir? Buradan da ixtisarlarımızı aparsaq 8 vur x bərabər 15 vur 8. X bərabər 15. Deməli, yenə də 15 ilə 5 üçün ortaq ədəd 15'dir. Deməli, 15'i 5'ə bölərik 3. Bir dəfə də 15'i 15'ə bölərik 1. Deməli, bir gündə görülən işlər. Bunları cəmləsək, üstünə 4 alınacaq. Deməli, alındı 4. İndi 15 götürdüyümüz ədədi ikisi içində böləcəyik 4'ə. Bu 15 böl 4 olduğu kimi qalacaq. Deməli, bu da Y variantına uyğundur. Birinci işçi 5 gündə 2 stol, ikinci işçi 10 gündə 8 stol düzəldir. 2 işçi 18 stolu birlikdə neçə gündə düzəldir? Birinci işçi 5 gündə, ikinci işçi 10 gündə. 5 və 10 üçün ortaq ədəd tapmalıyıq, 10 edir. Demək, əvvəl tapmalıyıq birinci işçi üçün 10 gündə neçə stol düzəldir? Birinci işçi üçün verib 5 günə 2 stol düzəldir. Bəs 10 günə nə qədər düzəldir? Bunu tapmaq üçün çarpazı vuruq. 5 vur x bərabərdir 10 vur 2. X bərabərdir 4 alınır. Deməli, birinci işçi 10 günə 4 stol düzəldir. İkinci işçi də deyir 10 günə 8 stol düzəldir. Onda 4 üstə gəl 8 bərabər 12. İkisi birlikdə 10 günə 12 stol düzəldibsə, ikisi 18 stolu neçə günə düzəldir? Çarpaz vursaq 12 vur x bərabər 18 vur 10. Deməli, 12 ilə 18 ixtisar gedir 6'ya 3 dəfə, 6 2 dəfə, bu 2'ni də 10 ilə ixtisar gedirsə 5 dəfə olar. X bərabər 3 vur 5, x bərabər 15. Deməli, nə olar? 15 günə ikisi birlikdə 18 stolu düzəldəcək. Bu da bizdə A variantı. 41. Usta 6 gündə 10 stol, şagird isə 10 gündə 6 stol düzəldir. İkisi birlikdə 680 stolu neçə gündə düzəldir? Əvvəl tapmalıyıq usta və şagird üçün eyni gündə düzəldilən stolların sayını. 6 ilə 10 üçün ortaq 30'dur. Deməli, əvvəl usta üçün 30 gündə neçə stol düzəldir, onu tapmalıyıq. Bizdə də usta üçün verib 6 gündə 10 stol düzəldir. Buradan x tapsaq, çarpaz vursaq olar 30 vur 10 böl 6. Bu da bizə neçə verər? 50. Demək, usta 30 günə 50 stol düzəldib. İndi tapmalıyıq şagird üçün 30 gündə stolların sayını. 30 gündə stolların sayını tapmalıyıq. Şagird üçün də verib 10 gündə 6 stol hazırlayıb. X bərabərdir 6 vur 30 böl 10. İxtisar aparsaq x bərabər 18 almış olur. Demək, şagird 30 gündə 18, ikisi birlikdə 30 gündə neçə stol hazırlayarlar? 50 üstə gəl 18 bərabər 68. İndi bizdən istəyir. İkisi birlikdə 680 stolu neçə günə hazırlayarlar? Bizə tapdıq ki 68 stolu 30 günə hazırlayır ikisi birlikdə. İndi x'i buradan tapsaq 30'u vururuq 680'ə bölürük 68'ə. Buradan da ixtisarlarımızı aparsaq 10 dəfə. X-ə bərabər 30 vur 10 300 edəcək. Deməli 300 bu da bizdə Y variantına uyğundur.